Aparıcı Zahir Baxşəliyevin ATV-dəki verilişləri bağlansa da onu yeni efirdə görmək olur. Hər həftənin şənbə-bazar günləri Zahir və Günay Baxşəliyevlər evimizə qonaq gəlir. Buna səbəb cütlüyün əvvəllər çəkdiyi verilişlərin yenidən efirə getməsidir. Belə ki, ATV rəhbərliyinin qərarı ilə Baxşəliyevlərin baxımlı layihəsi olan Zahirla Günaydın təkrar yayınlanır. Veriliş hər həftənin şənbə-bazar günləri səhər saat 10:00-da efirdə olur. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin vağzalı istəmədiyini deyib. Axşamaza istinadən xəbər veririk ki, musiqiçi Muğam ifaçılarının da buna şərait yaratdığını bildirib. Artıq neçə toyda vağzalı ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici mahnı mənşəyi bilinməyən mahnılar bəy və gəlin bununla içəri daxil olur. Amma vağzalını unutmaq olmaz. Bir vaxtlar Muğam da belə idi. Birinci xanım Mehriban Əliyeva Muğamı yenidən ayağa qaldırdı və dünyaya tanıtdı. Bugün Muğam ifaçıları vağzalını unutturmağa şərait yaradırlar. Gözəl oxuyurlar, ifalar qəşəngdir, amma vağzalının yeri başqadır. Çox xahiş edirəm, heç olmasa toyda əvvəldə 15 dəqiqə oxunsun.